Salam olsun izləyicilərimizə. Bu gün 2023-cü ilin ümumi qabiliyyət imtahanları riyazi hissəsinin suallarını təhlil edəcəyik. 41-ci sualdan miqdar müqayisəsindən başlaya bilərik. Burada bizə 2 dənə dəyişənli ifadə verilibdir və dəyişənin verilən qiymətlərini yerinə qoyub ikisini də müqayisə etməliyik. Deməli, birinci ifadədə 2 vur b, yəni 2 vur 2 çıxılsın 3 vur mənfi 1. O da 4 çıxılsın mənfi 3'dür. Hansı ki elə 4 üstəgəl 3'ə bərabərdir. 2 dənə mənfi işarə müsbət işarəyə çevrilir, yəni 7. İkinci dəyişənli ifadədə isə 3 vur, yəni yerinə 2 qoyduq. Üstəgəl mənfi 1. Bu da elə 6. Üstəgəl və mənfi işarələri mənfiyə çevrilir, yəni çıx 1. O da bərabərdir 5'ə. Deməli, A sütunu böyük olurmuş. 42-ci sual. Ədədlərin rəqəmsal yazılışında bəzi rəqəmlər kvadratla örtülmüşdür. Bir rəqəm bir kvadratla. İndi hansı sütundakını müqayisə etməliyik, hansı sütundakının böyük olduğunu. Deməli, burada biz tapmalıyıq ki, bu fərq ən böyük və ən kiçik neçə ola bilər? Ən böyük və ən kiçik neçə olduğunu tapanda, yəni bu fərqin hansı iki ədəd arasında yerləşdiyini görəcəyik. Onun üçün nə etməliyik? Ən böyük qiyməti nə vaxt alır? Bu, azalan ən böyük, çıxılan ən kiçik olmalıdır. Deməli, 798 azalanın onluq mərtəbəsində 9 qoyduq. Çıxılsın 509. Bərabərdir 289 eləyir. Ən kiçik qiyməti isə azalanın ən kiçik, çıxılanın ən böyük qiymətində alır. Yəni 709, azalanın 708 daha doğrusu, çıxılsın 599. Həmin kvadratın yerinə azalan bacardığımız qədər kiçik olmaq üçün 0, çıxılan bacardığımız qədər böyük olmaq üçün 9 qoyduq. Deməli, bu da 108'ə bərabərdir. 109'a daha doğrusu. Deməli, biz bu fərqi x ilə ifadə eləsək, həmin fərq 289'dan kiçik bərabər, 109'dan isə böyük bərabər olur. Hansı ki, onsuz da bu aralıqda yerləşən istənilən bir ədəd 290'dan kiçik olduğuna görə B sütunundakı məlumat daha böyükdür. Deməli, 43'ə baxaq. A nöqtəsi diametrinin uzunluğu 16 cm olan çevrə üzərində yerləşir. B nöqtəsi isə bu çevrənin mərkəzindən 3 cm uzaqdadır. AB parçasının uzunluğu. Deməli, gəlin bir dənə çevrə çəkək. Bura bizim çevrəmizin mərkəzi olsun. Diametr 16'dırsa biz bilirik ki, radius 8 olacaq diametrin yarısı. A nöqtəsi də burada bir yerdə olsun. Gəlin buradakı radius çəkək. Deməli, bura A nöqtəsidir. Radius 8 olduğuna görə bu mərkəzdən A-ya kimi çevrənin üzərindəki bir nöqtəyə kimi məsafə 8'dir. B nöqtəsi isə bu çevrənin mərkəzindən 3 cm uzaqdadır. Yenə bayaq 42'dəki kimi B nöqtəsi çevrənin mərkəzindən 3 cm uzaqdadırsa, A-dan ən uzaq və A-dan ən böyük, ən yaxın və ən uzaq məsafələrini tapmalıyıq B nöqtəsinin. O da nə vaxt olur? B nöqtəsi çevrənin mərkəzindən və A-dan keçən düz xəttin üzərində olanda. Yəni B nöqtəsi çevrənin mərkəzindən 3 cm uzaqdadırsa, A-dan ən uzaq bu tərəfdə olacaq, solda. B nöqtəsi buradadırsa, buradan bura kimi məsafədə 3 olacaq. Deməli, AB parçasının uzunluğu belə olan halda ən çox 11'ə bərabərdir. Ən çox halda, ən böyük halda. Ən kiçik halda isə tam bu mərkəzlə A-nın arasında olanda və mərkəzdən 3 cm məsafədə yerləşirsə, deyək ki, haradasa buradadır indi B. Biraz simmetrik olmadı. Çünki mərkəzdən eyni məsafədə yerləşdiyinə görə bu nöqtə ilə bu nöqtə simmetrik olmalı idi mərkəzə nəzərən.
3. Deməli, bura B nöqtəsi olsaydı, A-dan olan məsafəsi də 8 çıx 3-dən 5. Deməli, ən kiçikdə 5 olur AB parçasının uzunluğu və hər iki halda da, deməli, AB parçası bu iki ədəd arasında yerləşir bayaqki kimi. Onda da A üstündəki məlumat daha böyük olacaq istənilən halda. Bir neçə vuruğun hasili 240-a bərabərdir. Hər bir vuruq 4-dən çoxdur. Vuruqların sayı mı, 4 mü? Fikirləşək ki, görək vuruqların sayı heç 4 ola bilərmi? Belə bir yanaşma eləyək. Tutaq ki, 4 dənə vuruq var. X, Y, Z. Biri də olsun A məsəl üçün. Bunların hər biri 4-dən böyükdürsə, onda bunların hasili AX, Y, Z böyük olacaq 4 üstü 4-dən. Yəni AX, Y, Z 4 üstü 4 256-ya bərabər. Deməli 4 dənə vuruq olması üçün hər biri 4-dən çox olanda həmin vuruqlar hasil 240-a bərabər ola bilməz. Çünki 256-dan böyük olacaq. Deməli biz burada nəyə başa düşürük? Vuruqların sayı 4-dən az olmalıdır ki, onların hasili 240-a bərabər olsun. Təbii ki, 4-dən çox olanda, 5 dənə vuruq olanda həmin vuruqların hasili 4 üstü 5-dən böyük olacaq. O hal heç bizə lazım belə deyil. Deməli vuruqların sayı 4-dən az olmalıdır. Deməli B üstündəki məlumat böyükdür. Keçək 45-ci suala. Pərgar karandaşdan 8 dəfə, qələmdən isə 2 dəfə bahadır. Bir qələmin qiyməti mi, 4 karandaşın qiyməti mi? Gəlin hər birini dəyişənlə ifadə eləyək. Baş hərflərini yazaq. Pərgar, karandaş və qələm. Deməli, pərgar karandaşdan 8 dəfə, buna 8x, pərgara, karandaşa da x desək, təbii ki, fərqli adlandırma da eləyə bilərik dəyişənlərdə. Məsəl üçün, pərgara x desək, karandaş 8 dəfə düz olduğuna görə 8-ə bölür. Sadəcə orada kəsrli dəyişənlər əldə eləməmək üçün belə yazırıq. Qələmdən isə 2 dəfə bahadır. Yəni, pərgar qələmdən 2 dəfə bahadır. Deməli, qələm də 4x-dir. 2-yə bölürük. 2 dəfə düz olduğuna görə qələmin qiyməti. İndi nə deyir? Bir qələmin qiyməti 4x-dir. 4 karandaşın qiyməti də 4x olacaq. Onlar da bir-birinə bərabər olacaq. Deməli, C bəndi. 46. A və n natural ədəddir. N və 5-in aritmetik ordası 6-dan böyük, 8-dən kiçikdir. Aritmetik orta deyəndə yəni ədəd orta nəzərdə tutulur. Deməli, n və 5-in ədəd ortası. Yəni, n üstəgəl 5. Ədəd ortanı tapanda onların sayına bölürük. 2 dənə ədəd var. 8-dən kiçikdir. 6-dan da böyükdür. Belə 2 qat bərabərsizlik formasında yazaq. İndi buradan bərabərsizliyin hər bir tərəfini 2-yə vuraq. Deməli, n üstəgəl 5 kiçik olacaq 16-dan, böyük olacaq 12-dən. İndi hər tərəfdən də 5 çıxaq, n tək qalsın deyə. Deməli, n kiçikdir 11-dən, böyükdür 7-dən. İndi n bu ədədlər arasındadırsa əgər 9-dan böyük də ola bilər, kiçik də ola bilər, ona bərabər də ola bilər. Natural ədəddir. Çünki n 8, 9, 10 ola bilər. O halda da dediyim kimi 9-a kiçik, 9-dan böyük və 9-a bərabər ola bilər. Deməli, C variantı. İnformasiya kifayət deyil. 47. 46 və 61-i natural ədədlərdən birinə böldükdə alınan qalıqlar bir-birinə bərabərdir. Bu natural ədəd aşağıdakılardan hansına bərabər ola bilər? Bəzi suallar var ki, həmin sualları hazırlayanda sadəcə abituriyentin aşağıdakı cavabları istifadə eləməyini gözləyir. Sual hazır. İndi burada da biz dil eləyəcəyik. Onların istədiyi kimi. Deməli, 46 ilə 61-i hansı ədədə böləndə qalıq bərabər olacaq? 46-yı 2-yə böləndə qalıq olmayacaq cüt ədəddə. 61-i 2-yə böləndə qalıq 1 olacaq. Deməli, bərabər deyil. 46-yı 4-ə böləndə cavab 11, qalıq 2 alınır. Amma 6-ya böləndə cavab 7, qalıq 4-dür. Yenə bir-birinə bərabər deyil. 5-ə böləndə, gəlin bu halı yoxlayaq.
46-yı 5-ə böləndə cavab 9 eləyir. Qalıq isə 1. 61-ə bölündə də qalıq 1 eləyəcək. Çünki son rəqəmin 5-ə bölünməsindən qalıq nədirsə, həmin ədədin 5-ə bölünməsindən alınan qalıq da odur. Yəni son rəqəmi 1-dir, 1-in 5-ə bölünməsindən alınan qalıq 1-dir. Eyni qaydada 6-da da. Burada da qalıq 1-dir. Deməli, 5-ə bölündə qalıqlar bir-birinə bərabər olur. Digərlərini heç yoxlamağa ehtiyac yoxdur, onsuz da olmayacaq. Deməli, ardıcıllığın birinci həddi 5-dir. Hər bir sonrakı həddi isə əvvəlki həddən 2 vahid çoxdur. Əgər bütün hədlərin cəmi 60-a bərabərdirsə, bu ardıcıllıq neçə həddən ibarətdir? Biz burada nə edəcəyik? Deməli, ədədi silsilədir. Hər bir hədd əvvəlkindən 2 vahid çoxdur və silsilə fərqi də 2-yə bərabərdir. Deməli, biz burada ilkin həddin cəmi düsturundan istifadə edəcəyik. O da nəyə bərabərdir? 2 dənə düstur var. Biri A1 üstəgəl AN böl 2 vur N-dir. Digəri isə 2A1 üstəgəlinsin D vurulsun N minus 1 bölünsün 2 vurulsun N. Təbii ki, bu iki düsturda fərqlənən sadəcə sürətlərdir. Görünüş olaraq fərqlənən, amma bir-birlərinə bərabərdirlər. Nəyə görə? Burada onsuz da AN biz bilirik ki, A1 üstəgəl DN minus 1-dir. A1 ilə A1 üstəgəl DN minus 1-də toplayanda onsuz da buna 2A1 üstəgəl DN minus 1 verir. Amma biz burada hansı düsturu istifadə edəcəyik? Təbii ki, silsilə fərqi ilə əlaqəli olan ikinci düsturu istifadə edəcəyik. Nəyə görə? Çünki biz n-ci həddi bilmirik. Ona görə bu düstur bizə lazım olacaq. Götürək elə qoyaq yerinə düsturda Sn bizə lazım olan n-dir. Çünki neçə həddən ibarətdir? Bu da ilk n həddin cəmi düsturudur. Burada 2 vurulsun. A1 bizdə 5-dir. Üstəgəl. D-miz 2 olduğuna görə D-nin yerinə 2 qoyuruq. N-i bilmirik. Bizə maraqlandıran onsuz da N-dir. Böl 2 vur N. Nəyə bərabər olacaq bu da? İlkin həddinin cəmi 60-a bərabərdir. Deməli, 10 sürətdə 2-in 5-ə vuranda 10 eləyir. Üstəgəl 2N çıx 2 mötərizənin içinə vurub açırıq. Böl 2 vur N bərabərdir 60-a. Gəlin burada 2-ni 60-a vuraq çarpaz. Deməli 10. 10-la da 2-ni çıxaq bir-birindən hətta. Ondan 2 çıxanda 8 eləyəcək. Sürətdə 8 üstəgəl 2N. N-i də sürətə qaldıraq. Vur N bərabərdir. 2-ni də bu 60-a vuraq çarpaz. 120-yə. Deməli, buradan 8-in üstəgəl 2n kvadratı çıxılsın 120n. 120 bərabərdir 0-a. Çevrilmiş kvadrat tənliyə gətirək. Yəni, əmsal n kvadratın əmsalı 1 olsun. Yəni, 2-yə bölürük hər bir həddi. N kvadratı üstəgəl 4n çıx 60 bərabərdir 0. Deməli, burada biz nə əldə elədik? Hasili mənfi 60-a, cəmi də mənfi 4-ə bərabər olan 2 ədəd hansıdır? Viet teoreminə görə bildik biz bunu. X nə idi? Həmin ədədlər hasili mənfi 60-a, cəmi mənfi 4-ə bərabər olan ədədlər mənfi 10-dan 6-dır. Deməli, mənfi 10-u n üstəgəl 10 n çıx 6 bərabərdir 0. Təbii ki, ilk n həddin cəmindən söhbət gedirsə, burada kökün biri mənfi 10-dur, biri 6-dır.
bizə müsbət kök lazımdır, sayıdır çünki. Deməli, ilk 6 həddin cəmi 60-a bərabərdir bu silsilədə. Təbii ki, burada bu sualda arxa-arxaya bütün həddləri tapa da bilərdiniz. Məsəl üçün, birinci hədd 5-dirsə, ikinci 7-dir, üçüncü neçədir, dördüncü neçədir, baxardınız onları toplayanda, neçə dənəsini toplayanda 60 eləyir. Elə də eləyə bilərdiniz, belə də. 49-a baxaq. Bir-birinə bərabər olan kublara bölünmüş 4 düzbucaqlı paralelipedi elə düzüblər ki, pilləkən formalı cisim alınıbdır. Alınan cisim neçə kubdan ibarətdir? Sadəcə sayırıq bunları. 1, 2, 3, 4, 5. Üst tərəfdə 4-dür. Sonra 3. Sonra da 2. Belə neçə dənə kub var? Onların gəlin sayını tapaq. Öndən görünüşdə. Deməli, eləyir 14. Hər belə kubun olduğu yerdə də, arxasında da toplam arxasında 2 dənədir. Yəni, hər belə sırada 3 dənə kub var. 14-ü də vuracaq 3-ə. Bu da eləyir 42. Deməli, 42 kubdan ibarət imiş. Baxaq 50-ci suala. Aşağıda sadalanan ədədlərdən hansından 8 vahid kiçik olanı natural ədədin kubuna, 14 vahid böyük olanı isə natural ədədin kvadratına bərabərdir. Bayaqki qalıq məsələsindəki kimi yenə aşağıdakı verilən cavablara əsasən işləsəyən məsləhətçidir. Belə şifahi baxaq. 16-dan 8 vahid kiçik 8 2-nin kubuna bərabərdir. 14 vahid böyük olan isə 32 30 daha doğrusu kvadrata bərabər olmayacaq hansısa bir natural ədədin. 35-dən 8 vahid kiçik 27 3-ün kubuna bərabərdir. 49 isə üstündən 14 gələndə 7-nin kvadratına bərabər. Deməli, doğru cavab elə 35-dir. Digərlərini yoxlayanda onsuz da olmayacaq. 3 ədəddən birincisi ikincidən 8 vahid kiçik. Üçüncü isə birinci və ikinci ədədlərin cəmindən 2 dəfə kiçikdir. Birinci ədəd üçüncü ədəddən neçə vahid kiçikdir. Yəni, bunları dəyişənli ifadə ilə yazaq. Birinci ikincidən 8 vahid kiçikdir. Deməli, yazaq birinci, ikinci və üçüncü. Birinciyə x desək, digəri x plus 8 olacaq. Üçüncüsü isə birinci və ikinci ədədlərin cəmindən 2 dəfə kiçikdir. Yəni, üçüncü nəyə bərabərdir? X üstəgəl 8-dən 2 dəfə kiçik. Yəni, bu bölgətdə belə yazaq. Yəni, 2x üstəgəl 8 bölü 2. O da 2-ni mötərizə xaricində çıxartsaq. 2 vurulsun x plus 4 bölü 2. İxtisar eləyək 2-yə. Bərabərdir x üstəgəl 4-ə. Deməli, üçüncüdə elə x plus 4 imiş. Bizdən nəyi soruşurdu? Birinci ədəd üçüncü ədəddən neçə vahid kiçikdir? X plus 4, x-dən 4 vahid böyükdür. Deməli, cavab 4. Düzbucaqlı koordinat müstəvisində verilən çevrənin mərkəzi koordinat başlanğıcı ilə üst-üstə düşür. M3, 7 və N-A-3 nöqtələri bu çevrədə yerləşir. A nəyə bərabərdir? Deməli, burada biz şəklə baxanda nə başa düşürük? Onu başa düşürük ki, bu nöqtələrdən, M və N nöqtələrindən koordinat başlanğıcına kimi məsafə çevrənin radiusudur. Yəni, bir-birinə bərabərdirlər. Çəkəndə bunu belə, buradan da belə çəkəndə, bunlar hər ikisi radius olmuş olur və bir-birinə bərabərdir. İndi iki nöqtə arasındakı məsafə düsturunu yadımıza salaq. Nə deyirdi həmin düstur? Nəyə bərabər idi? İki nöqtə arasındakı məsafə. Kök altında x2 çıx x1-in kvadratı üstəgəl y2 çıxılsın y1-in kvadratı. Haradakı x1 və y1 birinci nöqtənin, x2 də y2 ikinci nöqtənin koordinatlarıdır. Deməli, indi M-dən koordinat başlanğıcına kimi məsafə radiusdur. Nəyə bərabərdir? Kök altında. Təbii ki, 0,0 nöqtəsinə kimi məsafə olduğuna görə həmin x-dən y-ni
x-dən x-ini, y-dən y-ini çıxanda elə 3-dən 7 özü qalacaq. Deməli, x-dən x-ini çıxaq, 3 sıfırın kvadratı, yəni elə 3-ün kvadratı olacaq. Yəni də üstürdə yerinə qoyub yazıram. 7 çıx 0-ın kvadratı. O da nəyə bərabərdir? Kök altında 3-ün kvadratı üstə gəl 7-nin kvadratı. Hansı ki elə kök altında 58-ə bərabərdir. Deməli, radius kök altında 58. Təbii ki, bu n-dən koordinat başlanğıcında olan məsafə elə kökdə 58-ə bərabər olmalıdır. Deməli, nədir? Kök altında a çıx 0-ın kvadratı, yəni a kvadratı və mənfi 3 çıx 0, yəni mənfi 3-ün kvadratı üstə gəl. Mənfi 3-ün kvadratı bərabərdir. Kök altında a kvadratı üstə gəl 9. Deməli, bu kök altında 58-ə bərabərdir. Yazaq onun da işdə radius olduğuna görə a kvadratı üstə gəl 9 bərabər kök altında 58. Deməli, a kvadratı üstə gəl 9 58-ə bərabərdir. Hər tərəf kvadrata yüksəldəndə görürük. A kvadratı da 49-a. Təbii ki, burada a 7 də mənfi 7 ola bilər. Ancaq biz bilirik ki, bu nöqtə 4-cü rübdədir. Həmin 4-cü rübdə a da x-in koordinatıdır. X müsbət olduğuna görə a yalnız və yalnız 7 ola bilər. Cavab C. Göstəricilərin təhlili. Diaqramda 2010-2015-ci illərdə ali məktəblərin birinə daxil olan birinci kurs qız və oğlanların neçə faizinin dövlət təqaüdü aldıqları göstərilir. Deməli, qız və oğlanların hər il qəbul olan qız və oğlanların neçə faizinin dövlət təqaüdü aldığı göstərilibdir. İndi gəlin elə baxaq 53-cü suala. Sadalanan illərdən hansında dövlət təqaüdü olan birinci kurs qızların faiz göstəricisi əvvəlki illə müqayisədə daha çox artmışdı. İndi baxırıq. Qızların faiz göstəricisi əvvəlki illə daha çox artmışdı. Biz başa düşürük ki, birinci burada bu düzbucaqlının hər bir tərəfi 4% artım deməkdir. Niyə? Hər 8 artıma 2 dənə düzbucaqlının tərəfi uyğun gəlir. Deməli, bu düzbucaqlının tərəfi 4% artımdır. İndi əvvəlki illə müqayisədə ən çox artım harda olubdur? Yəni, birdən-birə qrafikin daha kəskin qalxdığı il bizə maraqlıdır. Onda burada baxırıq, məsəl üçün 2010-dan 2011-ə artım olubdur 4%. Yəni 2011-də əvvəlki illə müqayisə 4%. Amma bu il olmayacaq təbii ki. Kəskin artımlara baxanda bu 2011-dən 12-yə kəskin artım var, bir də 13-dən 14-ə. Baxırıq 11-dən 12-yə artım nə qədər olubdur? 3 dənə düzbucaqlının tərəfinə uyğun gəlib həmin artım. Deməli 12% olub. 2013-dən 14-ə isə artım neçə olubdur? 4 dənə düzbucaqlının tərəfinə uyğundur. Ona görə 16% olub artım. Deməli 2024-cü ildə əvvəlki illə müqayisədə daha çox artım olub faiz olaraq 16%. Deməli cavab 2024-dür. 2015-ci ildə universitetin birinci kurs oğlanlarının neçə faizi dövlət təqaüdünü almırdı? 2015 oğlanların neçə faizi? Baxırıq oğlanların göy xətlə işarə olunub oğlanlar. Burada uyğunlaşdıranda 36% dövlət təqaüdü alanları göstərir. Deməli, qalanı da almır. 100-36-dan gəlir 64. Faizi almırdı dövlət təqaüdü. Sonra baxırıq 55-ə. Məlumdur ki, 2011-ci ildə ali məktəbə qəbul olan birinci kurslar arasında qızların sayı oğlanların sayından 3 dəfə çox olub. Bu il dövlət təqaüdünü alan birinci kurs qızların sayı dövlət təqaüdünü alan birinci kurs oğlanların sayından neçə dəfə çox olub? Deməli, 2000 neçənci il deyirdi? 11-ci ildə. 2011-ci ildə deyir ki,
qəbul olan bütün, yəni qızların sayı oğlanların sayından 3 dəfə çoxdur. Gəlin indi dəyişənli ifadə yazaq. Bu qız olsun, bu da oğlan olsun. Qızların sayı 3 dəfə çox olubsa, buna 3x dedik, oğlanlara da x dedik. Və bizdən onu deyirdi ki, bu il dövlət təqaüdünü alan birinci kurs qızların sayı dövlət təqaüdünü alan birinci kurs oğlanların sayından neçə dəfə çox olub? Dövlət təqaüdünü həmin qızların, baxırıq ki, burada yalnız 4% alıbdır. Yəni 3x-in 4%-ni belə tapırıq da, %4 ədədin faizini tapılması. Oğlanların isə neçə faiz alıbdır? 8% alıbdır. Yəni x-in böl x-in 8%. Niyə böldüm? Çünki deyir ki, həmin qızların sayı oğlanların sayından neçə dəfə çox olub? Bir ədəd digərinə neçə dəfə çoxsa, birini digərinə bölürük. İndi gəlin bunu tapaq. Burada 100 ilə 100 ixtisar gedir. 8 ilə 4, 4 ixtisar gedir. Burada heç nə qalmadı, yəni 1 qaldı. Burada da 2 qaldı. Deməli 3x bölünsün, həmin x vur 2, yəni 2x. X ilə x ixtisar getdi. 3 bölü 2. O da elə 1,5-ə bərabərdir. Hansından veribsə cavabı. Cavabı onluq kəsirindən verir. Deməli 1,5 dəfə çox olub. Baxaq 56-cı suala. Qutuda 3 müxtəlif rəngli 10 karandaş var. Çıxarılan karandaşlardan ən azı 3-ü eyni rəngdə olsun deyə qutuya baxmadan minimum neçə qələm çıxarmaq lazımdır. Burada bizdən nəzərdə tutduğu şey odur ki, yəni qutuda 3 müxtəlif rəngli 10 karandaş var. Çıxarılan karandaşlardan ən azı 3-ü eyni rəngdə olsun deyə qutuya baxmadan minimum neçə qələm çıxarmaq lazımdır. Burada nəzərdə tutulan şey odur ki, yəni minimum neçə dənə karandaş çıxarmalıyıq ki, tam əmin olaq ki, ən azı 3-ü eyni rəngdədir. Yəni ola bilsin 3 dənə çıxartsaq, 3-ü eyni rəngdə ola bilər, 3-ü də eyni rəng çıxsın, amma tam əmin olmuruq axı. Çünki biri bir rəng, biri də o bir rəng ola bilər və yaxud da ikisi eyni rəng, biri başqa bir rəng ola bilər. Yəni ən azı neçə dənə çıxarmalıyıq ki, dəqiq bilək ki, ən az 3-ü eyni rəngdədir. Təbii ki, bunu nətər eləyəcəyik? Fikirləşək ki, 3 dənə rəngimiz var. Olsun, məsəl üçün, mavi, qırmızı, bir də yaşıl. İndi biri mavi çıxdı, ondan sonra qırmızı çıxdı, ondan sonra yaşıl çıxdı. Ən pis halda. Ondan sonra yenə biri mavi, biri qırmızı, biri yaşıl. Sıranın heç bir önəmi yoxdur. Yəni ən pis halda həmin 3 rəngdən hərəsindən 2-2 çıxır. Ondan sonra digərinin hansı bir rəngdə çıxmasının önəmi yoxdur. Hər hansı bir rəngdən ən azı 3 dənə əldə eləmiş olacaq. Deməli 7 dənə çıxsa, tam əmin olarıq ki, hansısa bir rəngdən ən azı 3 dənə olacaq. İndi 57-yə baxaq. Əgər x və y elə ədədlərdir ki, x, y böyükdür 0, onda x, y 0-dan böyüksə, yəni 2 ədədin hasili müsbətsə, deməli onlardan ya hər ikisi müsbətdir, ya da hər ikisi mənfidir. Onda buradan nə başa düşürük? X böyükdür 0. Onu bilə bilmərik. Ola bilsin ikisi mənfi olanda x mənfi də ola bilər. X bölü y böyükdür 0. Təbii ki, hər ikisi müsbət olsa, müsbəti müsbətə böləndə müsbət alacaq. Hər ikisi mənfi olsa, mənfini mənfinə böləndə yenə müsbət alacaq. Ona görə bu doğrudur. Digərlərinin nəyə görə səhv olduğunu da izah eləyək. X üstəgəl y böyük 0. Hər ikisi müsbət olsa olacaq, amma hər ikisi mənfi olanda əksinə 0-dan kiçik olacaq x üstəgəl y. Y kiçikdir 0. Yenə hər ikisi mənfi olsaydı x-dən y-in onda olardı, amma hər ikisi müsbət olanda y 0-dan böyük olur. Yəni bu bərabər hissənin doğru olması üçün bütün hallarda doğru olmalıdır. Və x üstəgəl y kiçikdir 0, o da elə c-nin tam əksidir. Hər ikisi mənfi olanda doğru olur, amma hər ikisi müsbət olanda əksinə x üstəgəl y 0-dan böyük olmalıdır. Baxaq 58-ci suala. A məntəqəsindən çıxan və sabit sürətlə hərəkət edən motosikletçi B məntəqəsinə 3 saata çatdı. 18 km saat sürətlə hərəkət edən velosipedçi eyni yolu 5 saata getdi. Yəni A məntəqəsindən B məntəqəsinə
5 saata getdi. Deməli, yolun uzunluğu nədir? S bərabərdir 5 vurulsun 18 sürət vurulsun zaman. Yolun uzunluğu olur 90 kilometr. İndi biz bilirdik ki, motosikletçi 3 saata getmişdi. Motosikletçinin sürətini tapırıq. Yəni V-mi nəyə bərabərdir? S bölünsün T-yə. O da nədir? Yolun uzunluğu biz bilirik 90-dır. 3 saata gedib həmin yolu 3-ə bölürük. O da eləyəcək 30 kilometr saat. Cavab C-dir. Baxaq 59-cu suala. Perimetri 24 cm olan kvadrat tərəflərindən birinə paralel olan xətlərlə 3 düzbucağa bölünmüşdür. Birinci, gəlin uyğun şəkli çəkək. Əlimizdə bir dənə kvadrat var. Deməli, bu kvadrat tərəflərindən birinə paralel olan xətlərlə 3 düzbucağa bölünmüşdür. Deməli, tərəflərinin hər hansı birinə, məsəl üçün, olsun buradakı tərəfə paralel. Deməli, onu da belə çəkək. 3 düzbucağa bölünmək üçün 2 dənə paralel düz xəttə ehtiyacımız olacaq. Birincisi, biz onu başa düşməliyik ki, əgər kvadratın perimetri 24-sə, tərəfi 24 böl 6-dan, daha doğrusu 24 böl 4-dən 6 gələcək. Deməli, hər bir tərəf 6-dır. Deməli, burada 6-dır, burada 6. Bu tərəflər də, bağışlayın, silək. Bu tərəflər də paralel olduğuna görə və bucaqlar da düz bucaq olduğuna görə burada 6, burada 6. İndi deyir ki, həmin düz bucaqlardan ikisinin perimetrlərinin cəmi 34 cm-dir. Tutaq ki, həmin düz bucaqların da digər tərəfi, 6-dan başqa olan tərəfi x, y, z olsun. Təbii ki, burada x, y, z olacaq. İxtiyari bir ikisini götürək və onların perimetrləri cəmi 34-dür. Tutaq ki, tərəfi x6 və y6 olan düz bucaqlar olsun. Deməli, nədir? 2 vurulsun 6 üstəgəl x. Yəni, buradakı birinci düz bucaqlının perimetri üstəgəl ikinci tərəfi 6 və y olan düz bucaqlının perimetri bərabərdir 34-ə. Burada açmağa ehtiyac yoxdur. 2-ni bu ikisindən mötərizə xaricinə çıxartsaq, 6 üstəgəl x üstəgəl 6 üstəgəl y bərabərdir 34-ə. Deməli, 6 üstəgəl x, hətta 6-ları toplayaq, 12 üstəgəl x üstəgəl y bərabərdir 34 bölü 2-dən 17-yə. Deməli, x üstəgəl y bərabərdir 5-ə. X üstəgəl y 5-dirsə, yəni buradan bura kimi olan. Deməli, z də kvadratın tərəfi 6-ya bərabər olduğuna görə 1-dir. Bizdən nəyə soruşurdu? Bölünmə nəticəsində alınan 3-cü düzbucağın perimetrini tapın. Düzbucaqlının yəni ki, onun da bir tərəfi 6 olduğuna görə perimetrdə 2 vurulsun. 1 üstəgəl 6, yəni 14. Cavab D variantı. Baxaq 60-cı suala. Onda 1-in 5-də 1-dir, yəni onda 1-in 5-də 1 hissəsini tapmalıyıq. Ədədin hissəsini belə tapırıq. Ədədi hissəyə vururuq. O da eləyəcək məxrəcə sürətə 50-də 1. Bizə cavabı 10-luq kəsrlə veriblər. O da 0,2-dir. Yəni 1-i 50-yə bölmək lazımdır və yaxud da belə də görmək olardı. Həm sürət, həm məxrəci 2-yə vururuq. Məxrəcdə 100 əldə eləmək üçün. Onun natural qüvvəti 2, o da 0,2-dir. Əgər aramızda məxrəci sürətə bölməyi, yəni kiçik ədədi böyük ədədə bölməyi bilməyən varsa, bir nümunə ilə göstərək. Cavabı qeyd edək birinci. Məsəl üçün, tutaq ki,
1/36-nı deyirlər ki, çevirin onluq kəsirə. 1/36-ya bölməliyik. 1 bölünsün 36. Təbii ki, 1-in içində 36 yoxdur. Ona görə 0. Cavab 0-dan bir arasında olacaq. 0-ı vururuq 36-ya. Eləyir 0. 1-dən çıxan 0-ı 0. İndi nə edirik? Hər dəfə əldə etdiyimiz ədədin arxasına 0 əlavə edirik. 0. Onun içində 36 varmı? Yoxdur. Deməli 0 yazdıq. Bir dənə 0 yenə əlavə elədik. 100-ün içində 36 varmı? Var. 2 dənə 72 eləyir. Çıxdıq. 28. Təbii ki, bu 36-nın qalığıdır. Arxasına 0 əlavə eləyəcək. 280-in içində 36 neçə dəfə olacaq? 8 dəfə olanda 288 olur. Deməli 7 dəfə. 7 dəfəni də neçə eləyəcək? 270 bir dəqiqə. 252 çıxdıq. Yenə 28. Yenə arxasına 0 əlavə elədik. Yenə 7 dəfə. Artıq bu nə deməkdir? Bu 7 davamlı şəkildə 7-ni 36-ya vuracaq, çıxacaq 252, 28 arxasına 0 əlavə eləyəcək. Bu 7 artıq dövrdür. Onu hər dəfə uzun-uzadı belə 7-lər yazmağa ehtiyac yoxdur. Onun da yazılışı belədir. 0, 0, 2 və dövrdə 7. Dövr olan hissəni belə mötərizədə yazırıq. Bunu da göstərəndən sonra 61-ə keçək. Bərabəryanlı düzbucaqlı üçbucağın sahəsi 8 kvadrat santimetrdir. Bu üçbucağın perimetri mi böyükdür yoxsa 12 mi? Çəkək bir dənə bərabəryanlı düzbucaqlı üçbucaq. Belə də çəkək. Deməli, bərabəryanlı düzbucaqlı üçbucağın biz bilirik ki, hipotenuzu katetindən kökdə 2 dəfə böyükdür. Deməli, bura A-dırsa, burada A-dırsa, bərabəryanlılığına görə tərəflər birinə bərabərdir. Hipotenuz A kökdə 2-yə bərabərdir. İndi sahə düsturu nədir? Katetlərin asili, yəni A kvadrat bölünsün 2 bərabərdir 8-ə. Deməli, A kvadrat 16-ya bərabərdir. Təbii ki, üçbucağın tərəfi olduğuna görə mənfi 4 ola bilməz. A da 4-ə bərabərdir. A 4-dürsə, hipotenuz da 4 kökdə 2-yə bərabərdir. Perimetrdə bu üç tərəfin cəminə, yəni 4 üstəgəl 4 üstəgəl 4 kökdə 2. O da bərabərdir 8 üstəgəl 4 kökdə 2. İndi bu mu böyükdür yoxsa 12 mi? Təbii ki, 4 kökdə 2-nin yerinə 4 olsaydı 12 olardı, amma 4 kökdə 2 4-dən böyükdür. Niyə? Çünki 4-ü bir də kökdə 2-yə vurmalıyıq. Hansı ki 1/10-da 4-ə bərabər təqribi olaraq kökdə 2. Ona görə bu 12-dən böyük olacaq. Yəni cavab A bəndi. 62-ci suala baxırıq. Turist qrupunda yalnız ingilis, fransız turistlər var. İngilis turistlərin 3/2-si qadınlar, fransız turistlərin 3/2-si isə kişilərdir. Turist qrupunda kişilərin ümumi sayı yoxsa qadınların ümumi sayı mı çoxdur? Gəlin belə eləyək. İngilislər X olsun. Fransızlar da Y olsun. Ümumi sayıları. İndi deyir ki, İngilis turistlərin 3/2-si qadındır. Onda olar qadınların sayı 3/2x olacaq. Kişilərin sayı da 3/1x. Fransızlarda isə tam əksinə 3/2-si kişilərdir. Yəni 3/1-i də onda qadın olmuş olur. 3/1 y-dir qadınların sayı. Kişilərin sayı isə 3/2 y-dir. İndi bizdən nəyi soruşur? Bütün turist qrupundakı kişilərin ümumi sayı nəyə bərabərdir? 3/1x üstəgəl 3/2y. Yoxsa qadınların ümumi sayı mı çoxdur? Yəni 3/2x üstəgəl
üstə 1 y. Biz təbii ki, bunları müqayisə edə bilmərik. Biz x ilə y arasında heç bir asılılığı bilmirik. Birinin bir digərindən neçə dəfə çox və yaxud neçə vahid çox, az olduğunu heç bir şey bilmirik. Ona görə bunların hansının böyük olduğunu heç bir şəkildə deyə bilmərik. Məsəl üçün, bunlar nə vaxt bir-birinə bərabər olur desək, x ilə y arasında bir asıllıq olacaq. O da, məsəl üçün, 3/1 x-i digər tərəfə, 3/1 y-də bu tərəfə keçirsək, yəni x ilə y hərəsini bir tərəfə yığsaq, deməli nə olacaq? 3/1 y, 3/2 y-dən 3/1 y çıxanda 3/1 y qalır. Bərabərdir 3/1 x. O da y bərabərdir x. Yəni, bu qrupdakıların sayı bir-birinə bərabər olanda, kişilərin ümumi sayı qadınların ümumi sayına bərabər olardı. Məsəl üçün, desək, nə vaxt 3/1 x üstəgəl 3/2 y böyük olacaq 3/2 x üstəgəl 3/1 y-dən. Yenə eyni qaydada bərabərsizlik olsa belə 3/1 y-i digər tərəfə keçiririk. Alırıq 3/1 y böyükdür 3/1 x-dən. Deməli, y böyükdür x-dən. Yəni, kişilərin ümumi sayı qadınların ümumi sayından y x-dən böyük olanda, yəni fransızların sayı ingilislərin sayından böyük olanda böyük olar. Eyni qaydada da kiçik dil işarəsindən də eləyə bilərik. Yəni, müəyyən hallarda biz bunların sayını müqayisə eləyə bilərik. O da göstərdiyim şəkildə. Amma belə ancaq verilən şərtlərlə müqayisə eləyə bilmərik. Deməli, C. 63. X y-dən kiçik, y də 3-dən kiçikdir. X kvadratı y kvadratı. Təbii ki, burada verilən şərtlər kifayət deyil müqayisə etmək üçün. Nəyə görə? Çünki biz bilirik ki, hansının modulu böyükdürsə, onun kvadratı böyük olacaq. Mənfi də olsa, müsbət də olsa fərqi yoxdur. Məsəl üçün, -5 2-nin kvadratı 2-nin kvadratından böyükdür. Yəni, hansının modulu böyükdürsə, kvadratı böyük olacaq. Mən burada 2 dənə variant göstərə bilərəm ki, birində x-in modulu böyük olsun, birində y-in modulu. Məsəl üçün, x -1 olsun, y 2 olsun, onda y kvadratı böyük olacaq. Və yaxud da x -2 olsun, y 1 olsun. Onda da x-in kvadratı böyük olacaq, modulu böyük olduğuna görə. Bərabərlik halında da birinə əksəriyyətlər verəcək. Y məsəl üçün 2-dirsə, x də -2-dir. Y-ə 0-dan 3 arasında olan bir müsbət ədəd, x-ə də onun əksini verəndə bərabər olurlar. Deməli, verilən məlumat kifayət deyil yenidən. 64. Çevrədə bir qırmızı və 4 göy nöqtə qeyd olunmuşdur. Bir təpəsi qırmızı, qalanı göy olan üçbucaqların sayı, yəni qalan 2 təpəsi göy olan üçbucaqların sayı. Nə edəcəyik burada? Birinci şəkli, verilən şərti başa düşmək üçün şəkli çəkək. Deməli, daha doğrusu bunu. Deməli, bir təpəsi qırmızıdır. Qalan təpələrdə, yəni qalan 4 dənə təpədə göydür. Bir olsun, məsəl üçün burada, bir də olsun burada. Deməli, təbii ki, biz bilirik ki, bu istənilən 3 nöqtəni birləşdirməklə biz üçbucaq ala bilərik. Çünki üçbucağın tərifində deyilir ki, üçü bir düz xətt üzərində olmayan 3 nöqtənin cüt-cüt birləşməsindən əmələ gələn fiqura üçbucaq deyilir. Və biz bilirik ki, bu 3 nöqtənin heç biri bir düz xətt üzərində deyil. Çünki nəyə görə? Çevrənin üzərində olan 3 nöqtə bir düz xətt üzərində ola bilməz. Ona görə istədiyimiz kimi götürə bilərik və elə götürməliyik ki, bir təpə qırmızı, qalanı göy olsun. Deməli, nə etməliyik? Bir qırmızıdan bir qırmızını yalnız kombinizon 1-dən 1, hansı ki 1-ə bərabərdir, vurulsun. 4 dənə göy nöqtədən ikisi neçə üsulla seçə bilərik? Kombinizon 4-dən 2. O da bərabərdir. Kombinizon 1-dən 1 onsuz da 1-dir. Kombinizon 4-dən 2 hesablayaq. 4 faktorial bölünsün. 2 faktorial vurulsun. 4 çıx 2 faktorial. Hansı ki 2 faktorialdır. Bərabərdir. 1 vur 4 faktorial bölünsün. 2 faktorial vur 2 faktorial.
Burada 2 faktorialla 1 vur 2 gedəcək. 4-ün 1 vur 2-si. Geriyə qalacaq 3 vur 4 bölünsün 2 faktorial, yəni 2. O da bərabərdir ilə 6-ya. Deməli, belə 6 dənə üçbucaq çıxırmış. 6 da 6-ya bərabərdir. Deməli, cavab C variantı. Keçək növbəti suala. 65. Həftə ərzində şirkətin aksiyalarının qiyməti 2 dəfə dəyişdi. Əvvəlcə 40% azaldı, sonra 50% artdı. Həftənin əvvəlində şirkətin aksiyalarının qiyməti həftənin sonunda, yəni dəyişikliklərdən sonraki qiymətinin böyükdür, yoxsa əvvəlcə nə idi, o mu? Götürək X olsun aksiyanın qiyməti. 40% azaldanda 1 çıxılsın, ədədi 40% azaltmaq. Bu %40 ilə 20-yə ixtisar eləyəndən sonra qalacaq burada 5-də 2. 1-dən 5-də 2 çıxanda 1 5-də 5 kimi götürüb 5-də 3 eləyəcək. Yəni x-i də 5-də 3-ə vuranda 5-də 3x. Deməli 40% azaldanda oldu x-dən gəldi 5-də 3x-ə. İndi 50% artıraq bunu. 1 üstəgəl %50. 5-də 3x-i daha doğrusu artırırdıq 50%. O da bərabərdir. %50 50-yə ixtisar gedəndən sonra 2-də 1 olur. 5-də 3x vurulsun. 1 üstəgəl 2-də 1. O da bərabərdir. 1-i 2-də 2 kimi qəbul edib, üstünə 2-də 1 gələndə 2-də 3 eləyir. Yəni 5-də 3x vur 2-də 3. O da bərabərdir. 10-da 9x. Ən başda x idi qiymət. Bu azalıb artmadan sonra 10-da 9x oldu həftənin sonunda. Deməli, həftənin başındakı qiyməti daha böyük imiş. A. Baxaq 66-cı suala. Aşağıda sadalınan cümlələrdən hansı doğrudur? Əgər 2 natural ədədin cəmi cütdürsə, bu ədədlərin hasili də cütdür. 2 natural ədədin cəmi cüt olmaq üçün gərək onlardan ya hər ikisi cüt olsun, ya da hər ikisi tək olsun. Biri tək, biri cüt olanda cəm tək olur. Deməli, hər ikisi cüt olanda, cütü cütə vuranda cüt əldə edirik. Amma təki təkə vuranda tək ədədlərin hasili tək ədəddir. Sadəcə nəzəri biliklərdir bunlar. Hansısa bir nümunə ilə də yoxlamaq olar, amma onsuz da sonsuz sayda nümunə var. Deməli, bu ədədlərin hasili həmişə cüt olmur. Tək də ola bilər, cüt də. Deməli, bu fikir səhvdir. Doğru olması üçün həmişə doğru olmalıdır. Əgər 3 natural ədədin cəmi cütdürsə, bu ədədlərin hasili də cütdür. İndi 3 natural ədəd. 3 natural ədədin cəmi nə vaxt cüt ola bilər? Ya biri cüt, ikisi tək olmalıdır, ya da hər üçü də cüt olmalıdır ki, bu ədədlərin cəmi cüt olsun. Çünki biri tək, ikisi cüt olsa, həmin iki cüt ədədin cəmi cüt olacaq. Cütlə də həmin təki toplayanda tək olacaq. Deməli, bu ədədlərin hasili də cütdür. İkisi tək, dedik, biri cüt olmalıdır, ya da hər üçü cüt olmalıdır. Hər üçü cüt olsa, cüt. Bu cütlə cütün hasili cütdür. Həmin cütü də cütə vuranda yenə cüt eləyir. İkisi tək olsa, cüt vurulsun, tək, vurulsun, tək. Cütü təkə vuranda cüt eləyir. Həmin cütü də təzədən yenə təkə vuranda yenə cüt eləyəcək. Ona görə bu fikir doğru olmuş olur. Üçüncü şərtdə deyib, əgər 4 natural ədədin cəmi cütdürsə, bu ədədlərin hasili də cütdür. 4 natural ədədin cəmi necə cüt ola bilər? Ya 4-ü də cütdür, ya ikisi cütdür, ikisi təkdir. Çünki oradan 2 təki toplayanda cüt olacaq və o 3 dənə cütü də toplayanda cüt olur. Ya da 4 də təkdir. Deməli, 3 variant var. Cüt, topla cüt, topla cüt, topla cüt. Belə olanda cüt olur. Ya 2 dənə cüt, 2 dənə tək. Belə olanda da cüt olur cəm. Ya da 4 də tək olur. Niyə? Çünki bunları qruplaşdırsaq 2-2,
təklə təkin cəmi istənilən ikisini qruplaşdıraq. Fərqi yoxdur, necə qruplaşdırırıq. Təklə təkin cəmi cütdür. Digər iki dənə təklərin də cəmi cütdür. Cütlə cüt toplayanda cütdür. İndi bu bütün hallarda baxaq görək hasil də cüt olurmu? Burada 4 dənə cüt ədədin hasili cütdür. 2 cüt, 2 təkin hasili də cüt olacaq. Niyə? Çünki cütü cütə vursaq cüt olur. Həmin cüt təkə vursaq cüt təkə vuranda cüt olur. Yəni həmin alınan cüt də təkə vuranda cüt olacaq. Amma 4 dənə tək ədədin hasili cüt eləyə bilməz. Çünki tək təkə vuranda tək eləyir, alınan tək təkə vuranda tək, yenə tək, fərqi yoxdur. Neçə dənə tək olur olsun, onların hasili cüt eləyə bilməz. Ən azı bir dənə vuruq cüt olmalıdır. Deməli, bu fikir səhvdir. Bütün hallarda düz olmadığına görə, deməli, yalnız 2 şərt doğru olur. İndi baxaq 67-ci suala. Əgər B çıx AB bərabərdir A olarsa, onda B. Deməli, B-ni A ilə ifadə eləməliyik. Onda nə edək biz? Yazaq B çıxılsın AB bərabərdir A. Burada vuruqları ayıraq. D vurulsun 1 çıxılsın A bərabərdir A. İndi hər tərəfi də 1 çıxaya bölək. Bərabərdir A bölünsün 1 çıx A. O da nə oldu? A bölünsün 1 çıxa, yəni cavab buradadır. A68-ci suala. Düzgün altıbucaqlı formada piyada zolağının uzunluğu 120 metrdir. Deməli, biz buradan başa düşürük ki, hər bir tərəfin uzunluğu 20-dir. Çünki düzgün altıbucaqda bütün tərəflər bir-birinə bərabərdir və bütün bucaqlarda. Anna A təpəsindən oxun göstərdiyi istiqamətdə hərəkət etməyə başladı və bir müddət sonra zolağın B təpəsində dayandı. Annanın qət etdiyi məsafə sadalananlardan hansına bərabər ola bilər? Biz burada Annanın neçə dövr elədiyini bilmirik. Yəni, ola bilsin, elə A-dan B-yə gəlsin, bununla da qutarsın. Ola bilsin, A-dan B-yə gəlsin, təzədən bir neçə dəfə dövr eləsin, təzədən gələn çatsın B-yə. İndi nətər eləyəcək? A-dan B-yə kimi məsafə 4 dənə tərəf olduğuna görə 80-ə bərabərdir. Bir dəfə gələndə, bu istiqamətdə. Deməli, həmin məsafə 80-dir. Və hər dəfə, neçə dəfəsə, məsəl üçün, bir dəfə yenə dövr eləsə, bütün altı bucaqlının tərəfləri üzrə gedəcək, yəni 120. 2 dəfə dövr eləsə, 240. Onda bunu nə formada yaza bilərik? Annanın qət elədiyi məsafəni, əgər B-nin üzərində dayanırsa. 120 K üstəgəl 80. Haradakı K burada dövrlərin sayıdır. K 0 olsa 80 olacaq. Yəni 80 metr məsafə qət eləmiş olacaq. K 1 olsa 1 dövr. Yəni 1 dövr deyəndə nəyə nəzərdə tutulur? B-yə çatandan sonra elədiyi dövrü. 200. K 2 olsa 240 üstəgəl 80-dən 320. K 3 olsa 320 üstəgəl 120 440. Həmin sadaladıqlarımdan ancaq 440 var. Deməli 440 metr qət eləmiş ola bilər. 69-cu sual. Vano cəmi 29 ədəd olmaqla çınqıl və böyük və kiçik düymələri bir sıraya düzdü. Yenə qəribə bir tərcümə var. Əvvəlcə çınqıl qoydu, sonra düymə, sonra yenidən çınqıl. Yəni bir çınqıl qoyur, bir düymə qoyur. Sıradakı kiçik düymələrin sayı çınqılların sayından 10 ədəd az idi. Sırada neçə böyük düymə var idi? Biz böyük və kiçik düymə nə qədər olduğunu bilmirik. Elə bir məlumat verməyib ki, bizə bir böyük düymə qoyursa, sonrakını kiçik qoyacaq, sonrakını böyük. Yəni arada çınqıllar olacaq o heç. Amma bilmirik, bir böyük, bir kiçik mi gedir? Nətər eləyəcəyik? Gəlin bunu təsvir eləyək. Əvvəlcə, yəni ən birinci çınqıl qoyulduğunu bilirik. Çünki belə. Sonra düymə qoyur. Sonra yenə çınqıl qoyur. Ta belə davam eləyir. Neçə dənə qoyur? 29 ədəd olmaqla. Deməli, nə başa düşürük biz buradan? Tək nömrələrə çınqıl qoyduğuna görə 28 dənə qoyanda bir çınqıl, bir düymə hərəsindən 14 olur. Deməli, ən axırıncıyı da çınqıl qoyanda 15 çınqıl qoymuş olur. 15 çınqıl. Amma sonrakını düymə qoymadığına görə 14 düymə qoymuş olur. İndi bu düymələrin nətər bölündüyünü biz bilmirik. Bərabər olsaydı təbii ki 7-nin 7 olardı, amma elə bir şey deməyib bizə. Kiçik düymələrin sayı çınqılların sayından 10 ədəd az idi. Deməli, kiçik düymə
15 çıx 10-dur. 5 dənə kiçik düymədirsə, toplam 14 düymə olduğuna görə də 14 çıx 5 sayda da böyük düymə var. Cavab oldu B variantı. Gəldik 70-ci suala. Böyük traktora sahəni şumlamaq üçün 3 saat, kiçik traktora 9 saat lazımdır. Bir böyük və 6 kiçik traktor birlikdə işləsə, bu sahəni şumlamaq üçün nə qədər vaxt lazım olar? İndi biz burada həmin traktorların məhsuldarlığını istifadə edək. Yəni, məhsuldarlıq deyəndə nəyə nəzərdə tuturam? 1 saata gördüyü işi. İndi kiçik traktor 3 saata şumluysa, 1 saata sahəni kiçik traktor demək, böyük traktor. Kiçik də deyək 9 saata şumluyursa, xətt qoyaq. Deməli 1 saata sahənin 9-da 1-ni şumlayar. Yəni işin 9-da 1-ni görər də. Böyük traktor 3 saata şumluyursa, 1 saata da işin 3-də 1-ni görər. İndi bizə maraqlıdır ki, bir böyük və 6 kiçik traktor birlikdə işləsə, bu sahəni şumlamaq üçün nə qədər vaxt lazım olar? Deməli, x qədər, x saat lazım olar bizə. X saat vurulsun. Deyir, bir böyük traktor. Bir böyük traktor işin 3-də 1-ni görür. 3-də 1. Üstə gəl. 6 kiçik traktorda işin 6 vurulsun 9-da 1-ni görür. 1 saata. Deməli, bu mötərizənin içində yazdığım nədir? 1 saata böyük traktor 3-də 1-ni, kiçik traktorda 9-da 1-ni görürsə, kiçik traktor 6 vur 9-da 1-ni görər. 6 dənə kiçik traktor. Deməli, bu mötərizənin içindəki bu sayada kiçik və böyük traktorun gördüyü işdir və x saata da bütün işi tamamlamış olacaqlar. İndi mötərizənin içini toplayaq görək neçə eləyir. X vurulsun 3-də 1. 6 ilə 9-u ixtisar eləyək 3-ə. Burada 2 qalacaq. Burada da 3. 3-də 2. Bərabərdir 1. X vur 3-də 3. Yəni ilə 1 bərabərdir 1-ə. X də təbii ki 1 olur. Deməli 1 saata bir böyük və 6 kiçik traktor bütün işi bitirmiş olar. X və Y elə natural ədədlərdir ki, X, Y 15-ə bərabərdir. 2 şərt verilibdir. X sadə ədəddir. İkinci şərtdə də Y sadə ədəddir. Gəlin, ancaq birinci şərti istifadə eləməklə görək nə tapa bilirik. Ancaq birinci şərt. Deməli, X sadə ədəddirsə, biz bilirik ki, 15-i 2 sadə ədədin şəklində ancaq 3 vur 5 formasında göstərmək olar. Deməli, biz buradan onu başa düşürük ki, X ya 3-dür, ya 5-dir. X hansı olsa, Y də digər olacaq. Yəni, X 3-dürsə, Y 5-dir, Y 3-dürsə, X 5-dir. Bizə onsuz da hansının neçə olduğunu soruşmur. X üstəgəl Y-in nəyə bərabər olduğunu müəyyən etmək üçün. Onların yeri dəyişsə, yəni biri 3, biri 5, digər variantda da birincisi 5, digəri 3 olsa, cəm dəyişməyəcək. Ona görə birinci şərt kifayətdir. İkinci şərtdə isə yenə eyni şeydir. Burada da sadəcə Y sadə ədədidir. Yəni, buradan da Y-in ya 5, ya 3 olduğunu başa düşürük. X də onun digər olacaq. Yəni, buradan da ayrıcalıqda X üstəgəl Y-in 8 olduğunu tapa bilirik 3 üstəgəl 5-dən. Deməli, ayrı-ayrılıqda həm 1, həm də 2 kifayətdir. Baxaq növbəti suala. Turist agentliyində cəmi 70 əməkdaş işləyir. 2 şərt verilib. Agentliyin 40 əməkdaşı həm ingilis, həm də fransız dillərini bilir. Gəlin, təkcə birinci şərti istifadə eləməklə. Bu tipli suallarda mütləq şəkildə Venn diaqramından işləmək lazımdır. Çünki iki çoxluğun kəsişməsini göstəririk. Belə də olsalar eybi yoxdur. Deməli, agentliyin 40 əməkdaşı həm ingilis, həm də fransız dillərini bilir. Yəni, deməli, bura ingilis dilini bilənlər olsa, burada fransız dilini bilənlər olsa, bu ortadakı da həm ingilis, həm fransız dilini bilənlərdir. Sağ hissə yalnız fransız, sol tərəf ingilis dilini bilənlərin sayı olacaq. Deməli, 40 əməkdaş həm ingilis, həm fransız dilini bilirsə, bunu tam ortaya yazacaq 40. Və biz bilirik ki, cəmdə 70 əməkdaş işləyir.
Deməli, yalnız ingilis dilini bilənlərin sayı və yalnız fransız dilini bilənlərin saylarının cəmi 30-a bərabərdir. Yəni 70-ə tamamlamaq üçün. Yəni buradan bizdən nəyi soruşur? Agentliyin neçə əməkdaşının ingilis dilini bilmədiyini müəyyən etmək üçün. İngilis dilini bilməyənlər hansı hissə olacaq? Yəni göstərək. İngilis dilini bilməyənlər, baxın, bu çoxluqda olmayanlar. Yəni yalnızca fransız dilini bilənlər olacaq. Biz bilirik ki, yalnız fransız və yalnız ingilis dilini bilənlərin saylarının cəmi 30-dur. Biz hardan bilək neçə dənə yalnız fransız dilini, yəni ingilis dilini bilməyən var? Gəlin indi ikinci şərtə də baxaq. İkinci şərt nədir? Agentliyin 10 əməkdaşı ingilis dilini bilir. Yəni təkcə bunu da istifadə eləsək, indi onun üçün də ayrı Venn diaqramı çəkək. Yəni təkcə bunu istifadə eləsək görək nə olur? İngilis, fransız. Agentliyin 10 əməkdaşı ingilis dilini bilir, fransız dilini isə bilmir. Yəni yalnız ingilis dilini bilənlər hissəsində olacaq. Bizdən yenə soruşurdu ki, neçə əməkdaş ingilis dilini bilmədiyini müəyyən etməliyik. Yəni yalnız fransız dilini bilənlər. Biz biləcəyik ki, onda burada kəsişməklə yalnız fransız dilini bilənlərin saylarının cəmi 60-dır. Amma biz hardan bilək yalnız fransız dilini bilənlər, yəni ingilis dilini bilməyənlərin sayı neçədir? Onu da bilənməliyik. Amma bunun ikisini birləşdirsək, deməli bizə dedi ki, ingilis dilini bilən ikinci şərtdə, fransız dilini isə bilməyənlərin sayı 10-dur. Yəni bu hissə də 10-dur. Deməli onda biləcəyik ki, bura 10, bura 40-sa 70-ə tamamlamaq üçün yalnız fransız dilini, yəni ingilis dilini bilməyənlərin sayı 20-dir. Yəni birlikdə kifayət eləyir bunlar. Ayrı-ayrılıqda isə kifayət eləmirlər. Baxaq 73-cü suala. İki şərt verilib, sinif otağında qızların sayı oğlanların sayından 2 dəfə çoxdur. Gəlin birinci şərti təklikdə baxaq. Qızların sayı oğlanların sayından 2 dəfə çoxdur. Sinif otağında cəmi neçə uşağın olduğunu müəyyən etmək üçün. Birinci gəldən 2 dəfə çox olan çox natural adət göstərmək olar. Sonsuz sayda natural adət göstərmək olar. Yəni birinə 2x, digərinə x deyib. Bu təkcə birinci şərt bizə heç nəyi vermir. İkinci şərtə baxaq, ayrılıqda birinci şərti istifadə eləmədən. Əgər sinif otağında olan uşaqlara bir oğlan və 2 qız əlavə olunarsa, onda qızların sayı oğlanların sayından 2 dəfə çox olacaq. Deməli, məsəl üçün, qızların sayına x deyək, oğlanlara da y deyək. Təbii ki, biz burada birinci şərti istifadə eləmirik hələ. Görək ikinci şərt ayrıcalıqda kifayət eləyirmi? Ona görə demirik biri x-sə, biri 2x-dir. Bir oğlan və 2 qız əlavə olunarsa, deməli 2 qız əlavə olunur. Və bir dənə də oğlan əlavə olunanda qızların sayı oğlanların sayından 2 dəfə çox olacaq. Yəni qızların sayını oğlanların sayına böləndə 2-yə bərabər olacaq. Deməli, buradan x üstə gəl 2 bərabər 2y üstə gəl 1-ə vuranda 2y topla 2. Buradan nə tapmış oluruq? Buradan bizdən ümumi sayı istəyirdi. Yəni x üstə gəl y tapa bilərikmi təkcə bu şərti istifadə eləməklə? Götürək, məsəl üçün, x-i y-lə ifadə eləyək. X bərabərdir 2 y-ə bərabər olmuş olur. Yəni, bu şərtdən də yenə biz onu başa düşürük ki, qızların sayı ən başda oğlanların sayından 2 dəfə çoxdur. X 2y-ə bərabər olduğuna görə. Yəni, iki şərtdən də biz eyni şeyi başa düşürük. İki şərtdən də eyni şeyi başa düşürüksə, bunları heç birlikdə istifadə eləməyin də mənası olmayacaq. Ona görə ayrı-ayrılıqda verilən şərtlər birlikdə götürülükdə də kifayət eləmir. Belə. ABC bərabəryanlı üçbucağın AB və BC tərəfləri bərabərdir. Yəni, bərabəryanlı üçbucaq və bu tərəflər bərabərdir. Deməli, AC oturacaqdır. A üstə gəl C 130 dərəcə, A üstə gəl B
bucaqları 115-dir. C-nin nəyə bərabər olduğunu müəyyən etmək üçün. Deməli, gəlin baxaq. A ilə C cəmi 130-dursa və biz bilirik ki, üçbucaqda bərabər tərəflərin qarşısında bərabər bucaqlar durur. Deməli, hər biri 130 bölü 2, yəni 65 olacaq. Buradan C-yi tapdıq. Birinci şərt kifayət elədi. Yəni, müsbət cavab aldıq birinci şərtdən. A üstəgəl B 115 dərəcədir. C-nin nəyə bərabər olduğunu müəyyən etmək üçün təbii ki, üçbucağın daxili bucaqlarının cəmi 180 olduğuna görə C 180 çıx 115, yəni 65-ə bərabər olduğunu buradan da müəyyən elədik. Deməli, ayrı-ayrılıqda həm 1, həm də 2 kifayət edir. 75. X və Y ədədlərindən biri müsbətdir, ikinci isə mənfidir. Amma bilmirik hansı hansıdır. İki şərt verilibdir. X üstəgəl Y sıfırdan böyükdür. X də Y-dən böyükdür. X ədədinin müsbət olub-olmadığını müəyyən eləmək üçün. Deməli, burada əgər birinci şərtə baxsaq təklikdə, X üstəgəl Y sıfırdan böyükdür deyir. Deməli, nə başa düşürük biz buradan? Müsbət ədədin modulu mənfi ədədin modulundan böyükdür. Məsəl üçün, biri 5-dirsə, biri mənfi 3-dür. Amma biz bilmirik hansıdır. Ola bilsin o müsbət olan Y olsun. Ola bilsin X olsun. Ona görə təkcə birinci şərt istifadə edib bir şey tapa bilmirik. Baxırıq ikinci şərtə. X Y-dən böyükdür. X Y-dən böyük nədir? Bildik ki, biri müsbətdir, biri mənfidir. Təbii ki, müsbət olan mənfidən böyük olacaq. Oradan da onu başa düşürük. X müsbət, Y mənfidir. Həmin bizdən istədiyini də ikinci şərtdə tapa bilirik. Deməli, cavab B. Qoz ağacı albalı ağacından 9 metr hündürdür. Albalı ağacının hündürlüyü qoz ağacının hündürlüyünün 3də 1-nə bərabərdir. Deməli, gəlin qeyd eləyək dəyişəndən qoz ağacı və albalı ağacı. Qoz ağacı 9 metr hündürdür. X üstəgəl 9 olsun bu. Albalı ağacı da X olsun. Albalı ağacının hündürlüyü qoz ağacının hündürlüyünün 3də 1-nə bərabərdir. Yəni, albalı ağacı 3 dəfə alçaqdır. Deməli, X üstəgəl 9 bərabər olacaq 3X-ə. Buradan da X-i digər tərəfə keçirsək, 2X bərabərdir 9-a. X də bərabərdir 4,5-ə. Bizə nə lazım idi? Qoz ağacının hündürlüyü, yəni X-in yerinə qoyacaq. 4,5 üstəgəl 4,5 daha doğrusu toplama yox da 9 bərabərdir 13,5. Cavab C. İstənilən X və Y ədədləri üçün X ulduz Y bərabərdir buradakı dəyişənli ifadəyə. Əgər X ulduz 2 bərabər olar 22-yə, X nəyə bərabərdir? Deməli, bu X ulduz Y bu iki dəyişən arasında elə bir əlaqədir ki, birinci dəyişəni 2-yə vururuq, sonra çıxırıq, üçüncü dəyişəni 3-ə vururuq, üstünə də onların hasilini gəlirik. İndi X ulduz 2 götürüb Y-in yerinə sadəcə 2 qoyacaq. Deməli, X ulduz 2 bərabərdir nəyə? 2 vurulsun X-ə, 2X, çıxılsın 3Y-ə. Yəni, Y-in yerində 2 durub da, 3 vur 2, üstə gəl XY. Yəni, X-i bilirik, daha doğrusu Y-i bilirik. O da Y2 ilə 2X. Bu da bərabər olub neçəyə? 22-yə. Dəyişənləri toplasaq və 3 vur 2-dən 6 gəlsə, 2X ilə 2X toplayanda 4X çıx 6 22-dirsə, 4X 28, X də buradan 7 gəlir. Bizdən də elə X-i soruşurdu da. Sonra 3 sm uzunluğunda radius olan dairədən 2 sm uzunluğunda radius olan dairə kəsilmişdir. Böyük dairənin qalan hissəsinin sahəsi aşağıdakılardan hansı aralıqdadır? Deməli, birinci bu yaşıl hissənin sahəsi, yəni böyük dairədən qalan hissəni tapmaq üçün böyük dairənin sahəsi çıxılsın kiçik dairə eləməliyik. Böyük dairənin sahəsi nədir? Dairənin sahə düsturu pi r kvadratıdır. Deməli, böyük dairənin sahəsi pi 3-ün kvadratı
çıxılsın, kiçik dairənin sahəsi pi vurulsun 2-nin kvadratı. Yəni 9pi çıxılsın 4pi. O da bərabər olacaq 5piyə. İndi deyək ki, həmin sahə hansı iki tam ədəd arasında olacaq? Biz bilirik ki, pi nəyin aralığındadır? Nəyə bərabərdir daha doğrusu? Pi 3,14, hətta bunun davamı da var. Sonsuz davam edir belə pi. İndi onu 5-ə vuranda, pi-ni 5-ə vuranda biz nə əldə edəcəyik? 5pi bərabər olacaq. 5-ü 3-ə vuranda 15-dir. 0,14-ə vuranda da 0,70 eləyəcək. O da 15,7, amma yenə sondakı rəqəmləri bilmirik, belə davam edir. Həmin 15,7 də biz bilirik ki 16 ilə 15 arasındadır. Yəni cavab D variantı. 79. Ədəd oxu üzərində qeyd olunan nöqtələrlə bərabər parçalara bölünmüşdür. Qeyd olunan nöqtələrdən B və C nöqtələrinin koordinatları şəkildə verilib. A nöqtəsinin koordinatı neçədir? Yəni 2. İndi baxırıq biz ədəd oxuna. Biz ədəd oxundakı uzunluq vahidini, yəni hər bir bax bu məsafələr bir-birinə bərabərdir. Onların uzunluğunu necə tapa bilərik? 5 dənədir bu məsafə. C-dən böyükdən kiçiyi çıxırıq. 4-dən 3-ü çıxırıq. 4-də 3-dən daha doğrusu 3-də 1-i çıxırıq. Və bölürük neçəyə? Həmin məsafələrin sayına. Böl 5-ə. Bərabərdir nəyə? İndi bunları çıxmaq üçün ortaq məxrəcə gətirməliyik. Ortaq məxrəc 12-dir. Yəni 12-də 9, çıxılsın 12-də 4 böl 5. Mötərizənin içi 12-də 5-ə bərabərdir. 12-də 5-i 5-ə bölmək, yəni elə 5-də 1-ə vurmaq deməkdir. 5-lər ixtisar gedəndən sonra 12-də 1. Deməli, biz nəyi tapmış olduq? Bu hər bir məsafə 12-də 1-ə bərabərdir. İndi biz A-nı tapmalıyıq. A-nı tapmaq üçün də B-dən 2 dəfə 12-də 1 geri getməliyik. Yəni 3-də 1 çıxılsın. 2 vur 12-də 1. 2 ilə 12 2-yə ixtisar getsə burada 6 qalacaq. Burada 1. Deməli, nə etməliyik? 3-də 1 çıx 6-da 1. Ortaq məxrəc təbii ki 6-dır. 3 6-nın bölən olduğuna görə 6-da 2 çıx 6-da 1. O da bərabərdir 6-da 1-ə. Deməli, A-nın koordinatı ilə 6-da 1 imiş. Son sual. Çəkməcədə dəftərxana ləvazimatlarından ancaq karandaş və qələmlər var. Bununla yanaşı karandaşların sayı qələmlərin sayından 2 dəfə çoxdur. Yəni, dəyişənlə ifadə eləyək. Karandaş, qələm. Karandaşların sayı qələmlərin sayından 2 dəfə çoxdursa 2x. Bu da x-dir. Sonra nə deyibdir? Karandaşların yarısı rənglidir. Deməli, bu karandaşların da 2x-dirsə, x dənəsi rənglidir, x dənəsi isə rəngli karandaş deyil. Bizə nəyi soruşur? Çəkməcədən təsadüfi olaraq götürülmüş dəftərxana ləvazimatının rəngli karandaş olma ehtimalı nəyə bərabərdir? Ehtimal nətər tapırdıq? Əlverişli halların sayı bölünsün mümkün halların sayı. Əlverişli hal nədir? Yəni götürülənin rəngli karandaş olması. X dənə rəngli karandaş var. Bölünsün bütün halların sayına. Bütün hallar da nədir? Yəni bütün karandaşların sayı 2x, x, yəni toplam 3x dənə karandaş var. X-lər ixtisar gedəndən sonra bu ehtimalın 3-də 1-ə bərabər olduğunu görürük. Bununla da 2023-cü il ümumi qabiliyyət imtahanı riyazi hissəsini təhlil edib bitirdik. Sağ olun, salamat qalın.